Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Mən Cəfərli Kübarə, ixtisasca biokimyaçı, dietoloq, nutrisioloq kimi də fəaliyyət göstərirəm. Sabira Wellness-də həm təlimçi, həm ekspert kimi çalışıram. Məqsədim mənim və şirkətin ondan ibarətdir ki, şirkətin Sabira Wellness-in məhsullarının aktiv maddələrini izah etmək və biz hansı prosesdə bu maddələri necə istifadə etməkdir. Bugünkü mövzumuz da adından da göründüyü kimi saçlar haqqında olacaqdır. Saçlara lazım olan aktiv maddələr hansılardır? Bu haqda bu günləri inşallah danışacağıq. Bu mövzunu seçməkdə məqsədim ondan ibarətdir ki, son zamanlar daha çox üz dərisindən, zərdablardan, dəridə baş verən proseslərdən danışdıq. Lakin baxdım ki, saçlar biraz unudulubdur, amma onu bilmənizi istərdim ki, bizim saçımız da bizim bir ə, əsas olaraq canlı bir mühitimizdir, canlı bir hissəmizdir. Hansı ki, bizim saçlarımız da əlbəttə ki, qidalanır, yəni qidaya ehtiyacı var. Ümumiyyətlə həmin bizim saçlarımızın özü bir kimyavi mexanizmdən ibarətdir. Onun özünün də ayrıcılıqda bir biologiyası var ki, hansı ki saçın strukturundan, follikulun dərinliyindən və ümumi olaraq qatlarından, nəmlik balansından bəhs edən bir elm deməzdim, bir saçın biologiyasıdır. Çünki saçın orqanizmimizin ən vacib, belə deyim, orqanizmimizin aynasıdır ki, hansı ki bizim sağlamlığımızdan xəbər verir. İlk olaraq onu demək istərdim ki, biz ilk olaraq ən çox nəzər yetirdiğimiz bölgə saç hissəmizdə saçımızın dərisi olmalıdır. Çünki bizim saç kökümüzün 80%-i dəri altı qidalanmadan asılıdır. Hansı ki, həmin bu saç köklərində olan sebumun ifrazıdır, mikrosirkulyasiyadır, hüceyrə tərəfindən bərpa olunan ümumi olaraq qidalarda hər biri bu hissədə baş verir. Ümumiyyətlə saçımızın özü bir kök hissədən ibarətdir, bir də uzun liflərdən, yəni tel hissəsindən ibarət olduğu üçün proses olaraq saç kökündə əsas qidalanma kökdə baş verir və saç kökünü belə deyim, torpaq kimi nəzərdə tutmaq lazımdır ki, hansı ki, əgər bir torpağa lazım olan qidanı vermiriksə də, əlbəttə ki, orada heç bir cücərmə prosesindən danışa bilmərik və saç dibləri də, saç dərisinin özü belə, bax, dərisi burada oksigen, nəmlik lazımdır və bu hissədə dəridə olan o toksik maddələr yığılır ki, hansı ki, həmin təmizləmə prosesi olmalıdır ki, ümumi olaraq bizim saçımız sağlam şəkildə olsun. Və bilirik ki, saç tipləri fərqli olur. Burada fərqli təbəqələrdən ibarət olur və insanlar ən çox belə deyim, yanlış səhv elədiyi məqam budur ki, öz saç tipini bilmir, duyarlı olmur və bu zaman da istədiyi nəticəni əldə edə bilmir. Saç tipləri əlbəttə ki, quru, yağlı, zədələnmiş, ümumi olaraq qarışıq tiplərdən ibarətdir. Və şəkildə də gördüyünüz kimi 5 saç tipi var ki, hansı ki normal saçlar var, yağlı saçlar var, quru var, qarışıq var və həssas var. Və bu 5 saç tipinin hər birinin özünün ehtiyacı var. Çünki fərqli-fərqli ehtiyacı var. Burada əsas deməyimin məqsədi ondan ibarətdir ki, məsəl üçün, əgər bir saç baxımı, məsələn, bir saç şampunu seçilirsə də və bir ailədə hər fərqli saç tipinə olan insanlar varsa da və bu şampunu e, bütün ailə üzvləri istifadə edirsə də, əlbəttə ki, burada hətta belə deyim, saç tökülməsi, digər yaxşı olmayan proseslərlə üzləşə bilərlər. Normal saçlar bilirik ki, adi heç bir quruma yoxdur, yağlanma yoxdur.
Sebum yetərincə normal vəziyyətdə öz yağını ifraz edir. Yağlı saçlarda burada daha çox yağlılıq balansı çox olduğu üçün bizim məqsədimiz əsas odur ki, elə tərkib seçilməlidir ki, bu yağ balansımızı aşağı salaq. Quru saçlarda gördüyümüz kimi sebum demək olar ki, burada əks olaraq yoxdur. Burada daha çox biz nəm balansımızı geri qaytarmalıyıq. Həssas saçlarda isə daha çox fikir verdiyimiz tərkib hissələri olmalıdır ki, hansı ki bizim dərimizdə qıcıqlanma reaksiyası yaradıb saç tökülməsinə gətirib çıxarması. Qarışıq saçlar da o deməkdir ki, yəni bir hissəsi yağlı, məsələn bir hissəsi quru ola bilər və yaxud da həm yağlı, həm kəpəkli ola bilər. Yəni fərqli olur. Bir saçda iki cür proses baş verir. Bunlar da əlbəttə ki, qarışıq saç tipidir və bunun üçün gördüyümüz kimi proses fərqli olduğu üçün hər saç tipinə uyğun ehtiyacı olan məhsul seçilməlidir. Çünki hər bir saçın kimyası fərqlidir, ehtiyacı fərqlidir. Şampunların elmi fərqlərinə gəldikdə, əlbəttə ki, bilirik ki, hal-hazırda həddindən artıq çox şampunlar var. Yəni tərkiblərini əlbəttə ki, hər insan oxuya bilmir və biz burada Sabira Venus'un əsas məhsullarından danışacağıq. Kiçik də müqayisə edəcəm ki, ən azından biraz bilgili olaq. Çünki burada şampunların Sabira Venus'un əsas şampunları təbiətin biotexnologiyasından hazırlanıb, yəni sinerji olaraq işləyir. Ümumiyyətlə tərkibində paraben, silikon, ağır sulfat formulaları yoxdur. Paraben, silikon çox eşitmisiniz. Qısa sizə belə ümumi izah vermək istəyirəm. Əslində silikonun digər şampunlarda olmaq məqsədi bizim saçımıza parlaqlıq verməkdir. Bir təbəqədir, örtücü bir təbəqədir. Hansı ki biz saçımızı yuyandan sonra həmən parlaqlıq verir. Lakin bu kimyəvi bir maddə olduğu üçün o çox qaldıqda həddindən artıq toksiklik verərək saç tökülməsinə gətirir, çıxardır. Paraben isə nədir? Maddənin tərkibində həmin şampunun uzun müddətli qalması üçün istifadə olunan kimyəvi bir maddədir. Sulfatlar da bilirik ki, daha çox köpükləyən, daha çox köpük verən demək maddədir ki, daha çox köpürür bizim saçımızda. Lakin Sabira Venus'un tərkibindəki olan aktiv maddələr, komponentlər sırf bizim saçımızın tərkibindəki olan aktiv bioloji maddələrlə uyğun olduğu üçün, yəni heç bir əks göstərici yoxdur. Yəni tərkibində parabendir, silikondur, bu digər məhsullar olmadığı üçün daha təbiidir. Və həmin şampunların pH-ları da fərqli olur. Sabira Wellness'in hal-hazırdakı bütün şampunların pH dəyərləri 5,5, yəni 6, yəni bizim saç tipimizə uyğun bir pH-da hazırlanıbdır. Və aktiv maddələrə gəldikdə, bizim şirkətin şampunlarından hal-hazırda danışırıq. Aktiv maddələrin ən çox keratindir, bitki peptidləridir, rozmarin ekstraktıdır, aloe veradır, bir də pantenoldur ki, hansı ki bunlar bizim saç diblərində lazım olan aktiv maddələrdir. Pantenol bilirik ki, bizim saç dibimizə həm nəmlilik verir, elastiklik verir, həm də əgər orada bir anti-iltihabı bir proses gedirsə də onun qarşısını alır. Rozmarin ekstratı bilirik ki, yəni bundan əlavə ekstratlar da var ki, yəni həddindən artıq çoxdur ki, mikrosirkulyasiyanı gücləndirir. Hətta belə deyim, şampunlara bu təlimi hazırlayarkən daha dəqiq analiz baxış keçirdikdə əsas şampunlarda gördüyüm bir ortaq belə bir məxrəcə gəldim ki, ortaq bir hissə var ki, bu şampunların işi nədir? Dəri altında olan mikrosirkulyasiyanı gücləndirmək. Və bu da məni çox maraqlandırdı. Sizə də bildirmək istəyirəm ki, ümumiyyətlə bizim saç kökümüz sağlam olmasını istəyiriksə, həmin dəri altında olan mikrosirkulyasiyanı gücləndirməliyik ki, həmin saç kökləri burada qidalansın, yəni bura oksigen çatışsın. Və bu şampunların əksərində də proses olaraq hazırlanan bir formul, elə bir formuladan ki, əsas məqsəd mikrosirkulyasiyanı gücləndirməkdir.
Sonra isə sizə danışacağım bu şampunların hər birini ayrı-ayrılıqda analiz etmək istərdim. Çünki hər bir proses üçün, hər bir patologiya üçün ayrılıqda şampun seçilməlidir. Çünki dediyim kimi, əgər düzgün ehtiyacı seçməyəndə, düzgün ehtiyacı ödəməyəndə, hətta belə deyim, yaxşı nəticə almaya da bilərik. Yəni əks göstərici də ola bilər. İlk olaraq sizə bilirik ki, şirkətin kəpək əleyhinə olan şampunu var ki, hansı ki tərkibində sürvə və kəhrəba turşusudur. Demək, bunun tərkibində olan ən aktiv maddə piroktan və olamin və ən əsası isə burada sürvədir ki, bunun məqsədi ilk olaraq həmin bu demək kəpək yaradan göbələk var ki, malassesiya furfur adlı göbələkdir ki, bunun çoxalmasını, yəni dəridə çoxalmasının qarşısını alır, yəni dayandırır. Ümumiyyətlə dəri mikroflorasını bərpa edir. Hətta belə deyim, tez-tez yağlanan, hətta kəpəyi görən insanlara da bu şampunu tövsiyə etmək mümkündür. Lakin çox məsəl üçün quru saçlardırsa da, həddən artıq quruma prosesi varsa da, əlbəttə ki, bu şampunu tövsiyə etmək düzgün deyil. Sonra bizim zəifləmiş saçlar üçün olan şampunumuz var ki, niasinamid və qırmızı istiotdan ibarətdir ki, aktiv maddələr bunun tərkibində qırmızı istiot ekstraktı, niasinamid, mentol və genəgərçək yağıdır ki, və bundan əlavə tərkibində pantenol da var. Bitki keratini olaraq ən aktiv maddələr bundan ibarətdir ki, yenə deyirəm, bizim saç tökülməmizin birinci səbəbi əlbəttə ki, saç dibində olan mikrosirkulyasiya çox zəif olduğu üçün. Yəni qan dövranı tamamilə zəifdir və orada qan dövranı bizim məqsədimiz gücləndirməkdir ki, saç dibləri qidalansın, köklər özünü bərpa etsin. Və bu üçün burada bizim köməyimizə çatan ekstrat qırmızı istiot ekstratı olacaqdır ki, hansı ki bu saç follikullarını oyadaraq, yəni yatmış follikulları oyadaraq mikrosirkulyasiyanı gücləndirir. Niasinamidin burada işi nədir? Əlbəttə ki, zəiflədiyi üçün dəri baryeri çox zəifləyir və burada da daha çox dəri baryerini qorumaq funksiyasını yerinə yetirir. Əlbəttə ki, bitki keratinləri bilirik ki, saç lifini, saç liflərimiz ümumiyyətlə keratindən ibarət olduğu üçün və liflərdən ibarət olduğu üçün və burada onları daha çox qoruyucu bir funksiyanı yerinə yetirərək saç daha çox sağlam şəkildə görsənir. Sonra bizim bilirik ki, həcmləndirici şampunumuz var, bir də nəmləndirici şampunumuz var. Nəmləndirici şampundan ilk olaraq danışmaq istərdim ki, bilirik ki, hər kəs bilir ki, gialurun turşusunun əsas məqsədi saçda da, üzümüzdə də, yəni bir funksiyanı yerinə yetirir, nəm balansını saxlayır. Yəni bu turşunu çox insanlar çox sadə, yəni çox eşidilib deyə həm sosial şəbəkələrdə, həm son zamanda, lakin bunun həqiqi funksiyası çox güclüdür. Gialurun turşusu, yəni bir süngər kimi fikirləşin. Məsələn, süngərə bir su əlavə etdikdə necə qalır? Yəni özündən 1000 qat artıq su saxlama funksiyasını yerinə yetirir ki, hansı ki, bu şampunun tərkibində də saç liflərində su molekullarına bağlanaraq həmin o nəm itkisini aradan qaldırır. Və əlavə olaraq tərkibində olan əzvay şirəsi də həmin dərimizin altında olan iltihabı sakitləşdirərək, əgər bir qaşıntı varsa da bilirik ki, nəm balansı olmadığı üçün qaşınma prosesi də burada ortaya meydana çıxır və həmin əzvay şirəsi də burada həmin o prosesi sakitləşmək üçün öz funksiyasını yerinə yetirir və tərkibində əlavə olaraq betain və depantenol da saçımızın səthində qoruyucu bir qat yaradaraq onu yenidən canlandırır. Və sonra burada həcmləndirici şampun var ki, tərkibində kəhrəba turşusudur, bir də bitki
keratinlərindən ibarətdir ki, bunlar da sinerji, yəni bir yerdə işləyərək bizim saçlarımıza daha çox canlılıq bəxş edir. Əgər bir yəni hava şəraiti ilə əlaqəli bu saçların cansız forması daha çox belə deyim, hava şəraiti ilə əlaqəli olur ki, məsəl üçün hava çox bir gün günəşli, bir gün yağışlı olursa da burada bu enerji balansında bir pozulma gedir və bu zaman bizim saçlarımızda əlbəttə ki, həmin bu cansızlığı və belə deyim solğunluğu görə bilirik və bu zaman da bizim tövsiyə edəcəyimiz saç şampunu hansı ki bitki keratindən və kəhrəba turşusundan ibarət olan həcmləndirici şampun olacaqdır ki, çünki bu istər-istəməz həmin onun tərkibində olan lavanda və sürvə sebum ifrazını tənzimləyərək orada bir kök hissəsində həcm verici bir effekt yaradır. Bu da əlbəttə ki, bizim bu prosesdə bizim köməyimizə çatır. Ə, Burada ə, mən bir mövzuya da mövzu deməzdim, bir nüansa toxunmaq istərdim ki, əslində bu mənim öz şəxsi fikrimdir. Çünki mexanizma olaraq bir baş dərisində gedən bir proseslərə baxaraq mən özüm belə deyim, bunu burada yerləşdirməkdə məqsədim odur ki, daha yaxşı nəticə almaq üçün bəzən olur ki, 2-3 şampunu, 2-3 deməzdim, 2 şampunu növbələmək daha faydalı olur. Çünki baş dərisi özü bir dinamik sistemdir. Yəni dinamik olaraq burada sebum ifrazı, mikrobiota hüceyrə bərpası, folikulların aktivliyi belə dəyişir. Yəni gün ərzində bizim saçımızda olan bu biokimyəvi reaksiyalar fərqli-fərqli mexanizmdə işləyir. Məsəl üçün bunu niyə misal çəkirəm? Adi məsəl üçün qadınlarda aybaşı gününə yaxın istər-istəməz saçımız daha çox yağlanır. Lakin ovulyasiya dövründə daha çox hormonlarımız yaxşı vəziyyətdə olduğumuz üçün həmin bu proses tənzimlənə bilir və ona görə iki fərqli növbələmək ilə şampunları istifadə etdikdə daha yaxşı nəticə almaq olar. Çünki bir formulu seçəndə, məsəl üçün seçmişik nəmləndirici şampunu, gialurun turşulu və bu formul zamanla, yəni daim bunu istifadə etdikdə bir müddətdən sonra effekt yarada bilmir. Yəni bir maddəyə saç dərisi aktiv olaraq öyrəşdiyi üçün həmin onun aktivliyi zəifləyə bilir və digər proses artıq yaddan çıxır və ona görə saçımızda tam istədiyimiz nəticəni ala bilmirik. Onun üçün növbələmək olduqda daha yaxşı nəticə əldə edə bilərik. Məsəl üçün, buna misal olaraq, əgər bir insanda həm kəpək varsa, həm yağlılıq varsa da və yaxud da saç tökülməsi də görürsə də, çünki bilirik yağlılıq olanda həmin köklər zəiflədiyi üçün tökülmə də var. Məsəl üçün, həm görürük ki, yağlılıq var, həm tökülmə varsa da, bu zaman iki şampun seçirik. Məsəl üçün, sürvə və kəhrəba turşusundan ibarət şampunu və niatinamid, qırmızı istiot ekstraktından olan şampunu. Məsəl üçün, bir yumamızda birini istifadə edirik, digər dəfə saç yuyulduqda digərini istifadə edirik. Məsəl üçün, son zamanlarda ən çox gördüyümüz saç tipləri dibi yağlı, ucları qurudur və bu prosesdə isə biz daha çox burada məqsəd həm quruluq aradan qaldırmaq, həm bu yağlılığı aradan qaldırmaq üçün bu zaman nədən istifadə edirik? Bu zaman gialurun tərkibli olan şampumuzu seçirik, digəri isə kəhrəba turşusu və sürvədən olan məhsulu seçərək kombin şəkildə, məsəl üçün bir gün birindən istifadə edirik, digər dəfə növbəti dəfə saç yuyulursa da digərindən yularaq burada bir balans yarada bilərik. Ə, İndi isə keçək əsas burada bir mənim marağımı cəlb edən bir məhsul var ki, hansı ki
zərdabdır. Bu zərdab saçların uzanması üçün nəzərdə tutulub hazırlanıbdır. Tərkibində 4% Baykapil bitki ekstraktları var ki, bu 3 bitki ekstraktının bir yerdə işləməsi deməkdir. Yəni 3 bitki ekstraktı burada Baykal başlıq otu, buğumluq, bir də buğum otu, radioladır. Bunlar ümumi olaraq bu üç dənə bitki ekstraktı, hansı ki bu Baykapil sözünü görürsüz. Bax, bunun əsas məqsədi bizim saçımızda olan, ümumiyyətlə bizim saçımızda fazalar var. Yəni uzanma fazaları var, bir də istirahət fazası var. Yəni daim hüceyrə burada işləmir. Bu da istər-istəməz fazalarla işləyir və burada həmin bu üç bitki ekstraktının əsas məqsədi bu inaktiv follikulları aktiv fazaya keçirtməkdir. Yəni ümumiyyətlə belə başa salım ki, yəni sakitlik istirahət fazasından həmin bu anagen fazasına keçirdərək, yəni anagen nədir? Hüceyrələrin bölünməsi, uzanması fazasına keçirdi. Yəni bu əsas bu Baykapil olan bu üç bitki ekstraktının əsas işi, yəni istirahət fazasından bunu hüceyrə bölünməsi, uzanma prosesinə keçirməkdir. Hətta tədqiqatlara görə əgər 3 ayda, məsəl üçün bu məhsulu istifadə ediriksə də, bunun həddindən artıq 56% artımı müşahidə olunur. Bu bunun əsas aktiv maddəsidir. Bundan əlavə bunun tərkibində, bu zərdabın tərkibində 17 amin turşusu var ki, hansı ki, bu bizim saçımızda olan keratin sintezini bərpa edir və bizim follikulların strukturu ona ehtiyacı olan qidaları gücləndirir. Niacinamid isə, yəni tərkibində əlavə olaraq niatinamin B3 vitamini var. Bu da bilirik ki, mikrosirkulyasiyanı çox güclü şəkildə gücləndirir və təlim başlayandan əsas mənim burada məqsədim saç dibində mikrosirkulyasiyanı gücləndirməkdir və ən əsası bu proses güclənirsə də B3 vitamini sayəsində bizim dərimiz oksigenlə qidalanaraq hüceyrənin enerjisi aktivləşir. Bundan əlavə vitamin B6 var ki, bu da sebum balansını tənzimləyərək və keratinləşmə prosesini tənzimləyir. Yəni nə artıq, nə belə deyim, əksik tənzimləməyə qoymur. Yəni eyni lazım olacaq qədər tənzimləmə prosesini də iştirak edir. Əlavə endemik komplekslər var ki, hansı ki, radioladır, maral köküdür, Sibir endemiklərdir. Bunlar ümumi antioksidantlardır. Bu antioksidantlar da saçımızda olan, bilirik ki, sərbəst radikallar bizim bədənimizin, dərimizdə, hər bir yerdə var. Yəni saçlarımızın dibində də həmçinin və ona görə də saçlarımızda da həmçinin və bunun üçün də burada bu Sibir endemiklərinin əsas işi bizim bu saçlarımızın demək sərbəst radikallardan qoruyaraq daha da sağlam olmasına gətirir, çıxardır. Əlbəttə ki, bilirəm suallar yaranır ki, kondisionerlər var. Əvvəllər bunlar yox idi, lakin bilirik ki, elm inkişaf edir günü-gündən və hətta trixoloqların belə daha çox məsləhət görürlər ki, kondisionerlərdən saç ustaları da həmçinin mütləq istifadə olunmalıdır. Çünki biz hər saçımızı yuyurduqda, hər saçımızdan bu şampunlardan istifadə etdikdə bizim bu saç kutikulalarımız hər biri açılır. Lakin bunun bağlaması üçün, yəni bağlanması üçün elə bir maddəyə ehtiyacımız var ki, bu kutikulalar bağlansın. Əgər bağlanmasa, yəni açıq şəkildə qalsa, həmin demək saç liflərinin içərisinə zərərli maddələr də ola bilər və bu da əlbəttə ki, saçın özünün formasının, ümumiyyətlə saçın zərər görməsinə gətirir, çıxardır. Bunun üçün də yəni kondisionerlərin əsas məqsədi həmin o bağlanma, həmin səthi təbəqəni bağlayır ki, zərərli maddələr içərisinə girməsin. Bundan əlavə isə elektrostatik yüklənmə baş verir, hansı ki bilirik ki, saç yuyulduqdan sonra bir-birinə dolaşır və bu prosesi də qarşısını almaq üçün bu kondisionerlərdən istifadə olunmalıdır. Ümumi olaraq, yəni hər bir şampunun bilirik ki, özünün demək
e, kondisionerlər var. Əlbəttə ki, bu şəkildə seçilməlidir. Yəni biri-birini tamamlamalıdır və aktiv maddələr ümumi götürüldükdə Sabira Wellness'in kondisionerlərinin tərkib hissələrində daha çox keratin, gialurun və niasinamiddən ibarətdir. Və bir dənə insanlar burada səhv edə bilirlər ki, bəzən olur ki, insanlar bunu saç dibindən istifadə edirlər, yəni bu hissədən. Əslində bu düzgün deyil, ancaq saç uclarına vurur. Çünki bunun məqsədi sırf saç kutikularını bağlamaqdır ki, saç zərər görməsin və səbəbi ondan ibarətdir ki, burada aktiv maddələr nə ola bilər ki, yəni burada qatı formada olduğu üçün bizim saç dibimizdə orada qoparaq, orada elə bil ki, saç dərimizdə bir qalın təbəqə yaradır və orada saç diblərinin nəfəs almamasına gətirir, çıxardır. Bu da əlbəttə ki, saç tökülməsinə qədər gətirir, bu iş çıxır. Sonra bizim şirkətdə hal-hazırda 3 əlavə saç üçün məhsul var ki, bunun biri maska, fluid, bir də zərdabdır. Bu üç məhsul saç baxımında şampun və kondisionerdən sonraki əsas mərhələləri təşkil edir. Burada tamam, yəni şampunun işi fərqli olduğu üçün, kondisionerlərin işi fərqli olduğu üçün bu üç məhsulun da əlbəttə ki, işi çox fərqlidir. Və ilk olaraq maskadan danışmaq istərdim ki, hansı ki maskanın tərkibində olan əslində maska burada bir ikinci həyat kimi, baxın, saçlarımıza veriləcək bir ikinci həyat kimi. Çünki ümumiyyətlə bizim saç tellərimiz protein zəncirindən ibarətdir və bizim saçımız hər gün boyama, istilik görürsə də, bir tez-tez boyama olursa da, hava durumu ilə əlaqəli isti, soyuq şəraitə məruz qalırsa da, həmin bu zəncirdə qırılma baş verir və bu qırılmanı bərpa etmək üçün də, yəni bilirik ki, bizə protein tərkibi bitki proteinlərindən ibarət, bitki keratinlərindən ibarət bizə məhsul lazımdır ki, həmin o qırılmanı doldursun. Məhz burada biz bu maskanı tövsiyə etməliyik ki, bunun tərkibində olan buğda, qarğıdalı, soya proteinləri həmin o qırılmış yerləri başlayır doldurmağa. Yəni bunun üçün də daha çox zədə görülmüş, daha çox ucları qırılan saçlara tövsiyə olunur. Sonra burada gördüyümüz seramid və proteinlərdən ibarət fluid var ki, bunun məqsədi nədir? Bir də qırılma başqa bir şeydir, yəni saç tellərində. Bir də var mikro çatlar var ki, hansı ki, bu da daha çox nədən əmələ gəlir? Məsələn, hər gün saç yuyulursa da, elə insanlar var iş həyatından bağlı və yaxud da yəni bir vərdiş kimi hər gün saç yuyulursa da burada çünki bu kutikular hər gün açılır, bağlanır və hər gün saç fenlənirsə də burada mikro çatlar əmələ gəlir və bu mikro çatlarda belə deyim, qarşısını almaq üçün, o qoruyucu təbəqəni yaratmaq üçün bizə burada seramid tərkibli bu fluid köməyimizə çatacaqdır ki, həmin bu mikro çatların qarşısını alsın. Belə deyim, o çatları bir-birinə yapışması üçün burada seramid protein bizə tərkibli bitki proteinləri bizə kömək edir. Və gialurun tərkibli zərdab var ki, hansı ki bunun da əsas məqsədi daha çox saç quruluğundan əziyyət çəkən insanlara tövsiyə olunur. Hansı ki saç daim qurudur və nəm balansı demək olar ki yoxdur. Əsasən bu saç dibləri üçün nəzərdə tutulur bu zərdab. Çünki saç diblərində quruma olduqda heç bir sağlam saçdan söhbət gedə bilməz və onun üçün də bu saç kökünü canlandırmaq üçün, bu nəm balansını daha çox saxlamaq üçün bu zərdabdan istifadə etmək tövsiyə olunur. Və bir də bunun tərkibində niyə bu güclü əslində sırf nəmləndirmək üçündür. Tərkibində olan qlükoza, qlitserin var ki, bu elə bir ki, bu gialurun turşusunun nəm balansını saxlamaqdan əlavə bu iki dənə aktiv maddə daha çox bunu belə deyim, daha çox nəm balansı burada daha çox saxlamağa məruz qalır.
Sonda isə təlimin sonunda demək istərdim ki, bir də bunu vurğulamaq istərdim ki, ümumi olaraq əgər biz şampunlardan istifadə ediriksə də, bilirik ki, şampunlar çox qatı maddədir. Onu istifadə etməmişdən əvvəl, yəni baş dərimizə tətbiq etməmişdən əvvəl onu az su ilə ovucumuzda biraz açmaq, sonra isə baş dərimizə istifadə edir. Bəzən insanlar şampunu saç uclarına qədər yuyurlar, amma əslində elə olmamalıdır. Bizim əsas məqsədimiz saç diblərində olan prosesi aktivləşdirməkdir. Ona görə şampun istifadə edərkən biz əsasən diblərə fokuslanmalıyıq. Yəni bu şəkildə ümumi olaraq şampunlardan istifadə olunmalıdır. Kondisionerlər də saç uclarına vurulur. Maska isə bilirik ki, o da ümumi saçımıza vurulur. Gialurun zərdabı saç dibimizə vurulur. Sonra ən sonuncu isə flütisi, o da saç ancaq uzunluq boyundan istifadə edirik. Sonda isə bunu demək istərdim ki, hörmətli əməkdaşlar, heç bir insanın saçları təsadüfən sağlam olmur. Bəli, əlbəttə ki, genetika öz sözünü deyir. Yəni bu çox önəmlidir. Çünki saç hüceyrəsi özü bir canlıdır və burada da əlbəttə ki, genetik kodlar da öz rolunu oynayır. Lakin ona verdiyimiz hər bir dəyər, hər bir həyat onu zəiflədə bilər. Ona görə məhsul seçərkən mütləq tərkib hissələrinə baxılmalıdır və ən əsası mənim hansı şampuna ehtiyacım var, o araşdırılıb o şampunlar, o saçın baxları seçilməlidir ki, daha yaxşı nəticələr əldə edək. Saç, yəni sadəcə bir yuyulmaqla ona qayğı göstərmək düzgün deyil. Saçın hər birinin strukturunun lazım olan qidalarını, lazım olan dəyərlərini biz vaxtında versək, əlbəttə ki, biz sağlam saçlara nail ola bilərik. Hər birinizə təşəkkür edirəm mənə ayırdığınız vaxt üçün. Ümid edirəm maraqlı, faydalı təlim oldu. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.